Hər vaxtınız xeyir. Bilirsiniz ki, 2026-cı il girdikdən sonra benzində, işıq, qaz və s. digər kommunallarda da artım müşahidə olundu. İnsanların, vətəndaşların mövcud problemləri qalmaqda, yerində qalmaqda davam edir və artmağa davam edir. İnsanlar hələ də müəyyən bir çox problemlərdən, bir çox sahələrdən əziyyət çəkirlər, öz problemlərini həll edə bilmirlər, rahat yaşaya bilmirlər, əldə edə bilmirlər, ölkədən qaçıb gedirlər və s. Biz bu məsələlər haqqında danışmışıq. Və mənim bu günləri danışmaq istədiyim mövzu bu deyil. 2026-cı il girmədən öncə Milli Məclisin deputatı Elman Nəsirov bir ifadə səsləndirmişdi ki, 2026-cı ildə hər şey yaxşı olacaq, yaxşıya doğru gedəcək və hər şey yaxşı olduğu olarsa, bu təqdirdə demək ki, problemlər artıq indidən yavaş-yavaş həll yolunu tapmağa başlamalıdır ki, ilin sonunda və yaxud da ilin ortasına qədər insanlar problemlərin yarısından heç olmasa azad olsun. Amma biz bunları görmürük. Biz problemlərin hələ də artdığını görürük. Biz insanların yenə də daha çox narazılığını görürük. İnsanların daha çox təhsil, səhiyyə, işsizlik, ölkədən qaçıb getmək və yaxud da müəyyən haqsızlıqlar, ərzaq ala bilməmə və s. bütün problemləri daha çox, daha dərindən yaşayır, daha sıx rastlaşır bu problemlərlə. Elman Nəsirov, hanı vədiniz? Bəs 2026-cı ildə insanlar yaxşı yaşayacaqdı. İnsanlar 2026-cı ildə problemsiz yaşayacaqdı. Niyə bu millətə, niyə bu insanlara yalandan vədlər verirsiniz? Zaten insanların əksəriyyəti sizin, belə deyim də, vədlərinizə inanmır. Çünki uzun illərdir artıq Milli Məclisdə deputatlıq fəaliyyəti ilə məşğulsuz, amma insanların problemlərini mən görməmişəm ki, səsləndirəsiz, dilinizə gətirəsiz. Bəs niyə insanlara ümidləndirici vədlər verirsiniz ki, 2026-cı ildə hər şey yaxşı olacaq? Axı yaxşı olmur. Təkcə Elman Nəsirovdan söhbət getmir. Ümumiyyətlə, millət vəkili, Milli Məclisdə əyləşən deputatlar. Biz dəfələrlə danışmışıq bu haqda. Niyə insanların problemlərindən danışmırsınız? Bəs deyilmi artıq bu qədər özünüz üçün çalışdınız? Axı sizin statusunuz millət vəkilidir. Bir dəfə olsun, niyə millət haqqında, millət üçün çalışmırsınız? Nə demək olar? Sadəcə ümid eləyək və arzulayaq ki, nə vaxtsa bizim millət vəkilləri öz statusuna layiq işləyərlər, öz statusuna layiq davranarlar. Təşəkkür edirəm.